13-14 iyul 2026-cı il tarixlərində regional və beynəlxalq məsələlərin müzakirə olunduğu 4-cü Şuşa Qlobal Media Forumu baş tutdu. Forum dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsi bir araya topladı. Forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olundu. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatıldı. Bu dəfəki forumun sülhün təşviqində medianın missiyası, həqiqətin bərpası və etimadın yenidən qurulması mövzusuna həsr olunması, müasir beynəlxalq münasibətlər sistemində medianın üzərinə düşən məsuliyyətin aktuallığını əks etdirir. Forumun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev forum iştirakçılarının suallarını cavablandırdı. Dövlət başçısının ona ünvanlanan çoxsaylı suallara verdiyi əhatəli, məzmunlu və faktlara söykənən cavabları tədbirin əsas məqamlarından biri kimi yadda qaldı. İlham Əliyev çıxışında Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, regional əməkdaşlıq perspektivləri, nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi, beynəlxalq hüququn aliliyi, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və medianın artan məsuliyyəti kimi mühüm məsələləri geniş şəkildə şərh etdi. Prezident bir daha bəyan etdi ki, Azərbaycan regionda yaranmış yeni siyasi reallıqların müəllifi olmaqla yanaşı, onların gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas aktorlardan biridir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın yürütdüyü siyasətin hər zaman əməkdaşlığa yönəldiyini xüsusi vurğuladı. Dövlət başçısı çıxışında Zəngəzur dəhlizinin xüsusi əhəmiyyətli bir layihə olduğuna diqqəti yönəldərək, bu layihənin Azərbaycanı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcəyini bildirdi. Dəhliz eyni zamanda Cənubi Qafqazda iqtisadi əməkdaşlığın genişlənməsinə, beynəlxalq yük daşımaların sürətlənməsinə və regionun tranzit potensialının daha da güclənməsinə töhfə verəcək. Prezident çıxışında ötən ilin avqustun 8-də Ağ Evdə keçirilən tarixi görüşə də toxunaraq, həmin görüş zamanı Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump və Ermənistanın baş naziri Nikol Paşinyanla birlikdə üç tərəfli bəyanat imzalandığını, eyni zamanda hər iki ölkənin xarici işlər nazirlərinin sülh sazişini parafladıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Dövlət başçısı öz çıxışında beynəlxalq media nümayəndələrinə açıq və şəffaf mesajlar verdi. Regionda sülhün və əməkdaşlığın real ünvanının məhz Azərbaycan olduğunu vurğuladı. İlham Əliyev çıxışında Avropa Şurası Parlament Assambleyasının 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsini və nümayəndə heyətini səsvermə hüququndan məhrum etməsini tənqid etdi. Dövlət başçısı bu qərarın insan hüquqları ilə deyil, Azərbaycanın 2023-cü ildə Qarabağda keçirdiyi hərbi əməliyyatlarla bağlı olduğunu bildirdi. Dövlət başçısı bildirdi ki, Avropa Şurasının baş katibi məsələ ilə bağlı onunla əlaqə saxlayıb və Azərbaycanın təşkilatdan çıxmamasını xahiş edib. İlham Əliyev qeyd etdi ki, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ bərpa olunarsa, nümayəndə heyəti aşpadakı fəaliyyətinə qayıda bilər. Azərbaycanın siyasi iradəsi bugün yalnız regionda deyil, qlobal miqyasda da qəbul olunan fakta çevrilib. Şuşa Qlobal Media Forumu bu iradənin və beynəlxalq nüfuzun təcəssümüdür. Forum Azərbaycanın beynəlxalq sistemdə təkcə iştirakçı deyil, təşəbbüskar və formalaşdırıcı aktor statusunu nümayiş etdirir. Bu forum yalnız medianın gələcəyi ilə bağlı qlobal müzakirə platforması deyil, həm də Azərbaycanın mövcud gücünün ifadəsidir.